Deməli, bərdəli müştərimiz bizdən kompüter aldı və yanında bu aksesuarları seçdi. Mouse olaraq Attack Shock R5 Ultra modelini seçdi. Gördüyünüz kimi çox ideal bir mousedur. Üstü deşiklidir, dizaynı belə edilər ki, daha yüngül olsun və daha estetik görünsün. Özəllikləri də ki, wirelessdir və 8000 Hz dəstəkli, yəni çox güclü bir mousedur. Yəni sensorda 3950 Max-dır. Sonra naushnik olaraq Logitech-in G335 modelini seçdi. Kabelli modeldir. Yəni Logitech-i bilirsiniz də nə qədər keyfiyyətli bir firma olduğunu. Oyun üçün ideal bir naushnikdir. Klaviatura olaraq da Ajaz'ın AK820 modelini seçdi. Bu model ağ rəngdir və manyetik switchdir. Yəni həssaslığı ayarlamaq olur. Çox ideal bir klaviaturadır. Qiymətinə görə əladır. Bir ədəd də mağaza tərəfindən belə bir mousepad hədiyyə olunubdur. Bunlar hamısı kombo şəklində full dəsti tamamlayıbdı. Müştəri rahatlıqla oyunu oynayacaq. Həmçinin bizdə yeni gələn aksesuarları da göstərim. Təzə A7 modelləri də gəldi. ATK-nın A9, VX, Muchose, sonra klaviaturalar, burada Attack Shocklar, Aulolar var. Mousepad olaraq Attack Shock'ın təzə mousepadləri də gəldi. Speed Control modelləri. Hər cürə model mağazamızda mövcuddur. Yaxınlaşıb əldə edə bilərsiniz. Təcrübə Computers.